Bərdə ərazisindən Tərtərçay və Xaçınçay, şimal sərhəddi boyu isə Kür çayı keçir. Rayonun yerləşməsi düzənlik zonadadır. Onun hündür dağlıq relyefi yoxdur. O, Kür və Tərtər çaylarının vadiləri ilə əhatələnib. Bu vadilər Bərdənin təbiətini zənginləşdirərək ona turizm baxımından da yaxşı imkanlar verir. Bərdənin zəngin tarixi ilə yanaşı özünə məxsus təbiət gözəllikləri var. Bura Bərdəni iki yerə ayıran Tərtər çayla Kür çayının qovuşan yeridir. Hər iki çay burada inanılmaz dərəcədə təbiət gözəllikləri yaradıblar. Gün batan vaxtı bura gəlsəz, Tərtər və Kürün yaratdığı çox gözəl mənzərələrin şahidi olacaqsınız. 3000 illiyə yaxın tarixinin 500 ilində paytaxt statusuna malik olan Bərdənin ərazisindəki tarixi abidələrlə yanaşı, təbiət mənzərələrinin də olması onun dəyərini biraz da artırır.